Yeni kursdan hər kəsi də salamlayıram. Hər vaxtınız xeyirdir də. Bugün ən son sizlərlə bərabər keçirdiyimiz Dövlət Vergi Xidmətinin 7 dekabr üzrə olan sınaq suallarına baxırıq. Dostlar, burada sizlərin əksəriyyətinizin, hətta sınaqda iştirak edənlərin ən çox sevdiyi şey nədir? Müəllim sınaq çətini. Əslində çalışmışdıq ki, sizlər üçün biraz yeniliklər olsun. İçərisində həm sizə tanış olan, həm sizə tanış olmayan digər sual tipləri də vardı. Hətta burada bəzi suallarla bağlı ilk dəfə rastlaşdığımda uşaqların əksəriyyəti görürsən bu sual səhvdir, görürsən bu sual səhvdir. Bugün sınaqda ən çox müzakirə olmadı. Sualda nəsə çatışmır sanki. Əslində sualların hamısı tam ideal şəkildə idi. Tam ideal şəkildə. Sadəcə olaraq həqiqətən bir rəqəmsalı etməyin yolu onu oturub anlamaq. Bax dostlar, yüksəliş müsabiqəsinin qəbuluna düşmüş bir neçə sual tipindən də istifadə eləmişdik sınaqda. Özümün bir neçə yanaşmam da var bu suallarla bağlı. Yəni birə-bir eyni sualları köçürüb buraya qoymamışıq. Rəqəm olaraq və sair. Bütün sualların hamısını özüm tərtib eləmişəm bir-bir. Oturub rəqəm olsun, digər olsun. Verilən bu misalda da bax mənə deyir dostlar, median tap. Deyir fond indeksinin orta günlük göstəricisi onun mediandan neçə vahid çoxdur. Birincisi medianla bağlı bax burada verir. Deyir median çoxluqlar ədəd ortasının həmin də onların sayına nisbətidir. Ədədlərin çoxluğunun medianını tapmaq üçün həmin ədədlər artma sırası ilə düzülür. Çox adam elə bilir ki, götürüb iki dənəsinin ortasında toplayın. Birinci ədədləri artma sırası ilə düzməlisən. Əgər ədədlərin sayı təkdirsə, bax özü də yazır. Onların sayı təkdirsə ortadakı ədəddir. Ədədlərin sayı cüt olsa, götürüb nə edirsən? İki ədədin ortada yerləşən ədədin orta cəmini tapırsan. Bu ki, gəlin bu hissəyə sizlərlə bərabər baxın. Birincisi bunları medianı tapma, artma sırasıyla düzməliyim. Ən kiçik ədəd budur. Bax yazıram. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Niyə? 8 dənə ədəddir. Demək, mən 4-cü və 5-ci ədədi götürəcəm. Birinci ədəd məndə alınır 4536. İkinci ədəd məndə 4500-dən sonra gəlir 4780. Sonra 4785. Hə, gəldik 4-ə. Dördüncü ədəd 4850-dir. Və bir də obrisdə 4853. Birdən kiməsə maraqlı gələ bilər ki, müəllim görəsən bu ədədlər hardan olur? Dostlar, bu ədədlərin hamısı burada yazır. Demək, artma sırasını lap davam eləsək, 6-cı ədəd gələcək 4920, sonra 4936 və ən son ədəd gəlir 5423. İndi median cüt olduğuna görə biz verilən bu tapşırığı etdiyimiz zaman indi nə etməliyəm? Götürüb dostlar, ortadakı iki ədəd toplayıram. Tək olsaydı, məsələn, bu 8-ci olmasaydı 4850 median. Amma cüt olduğuna görə mən bu misalda ağlıma gələn ilk şey götürüb bunları toplamaq, ikiyə bölməkdir. Və bunları toplayıb ikiyə böldüyüm zaman bu eləyir mənim üçün 4851,5. Yəni demək mənim medianımın uzunluğu 4851-dir. Bu isə yazıbdır ki, 51,5. Deyir, fond indeksinin orta günlük göstəricisi onun mediandan neçə vahid çoxdur. Orta göstəricisi isə bu verilən ədədlərin hamısını toplayıb. Burada yazan ədədlər hamısını. Orta göstəriciləri bölərəm 8-ə. Və 8-ə böldüyüm zaman da bu da məndə alınmış olur. 4885,4. Ortalaması belədir. Və bununla bunun arasındakı fərq də açıq sual kimi tərtib eləmişdik. Bunu yəqin ki, bunu əksəriyyətiniz götürüb yazmısınız. 85 də 4851,1 arasındakı fərqi tapsam, qalır 33,9. Bunu da təşliyə qədər yuvarlaqlaşdıranda indeks nə qədər çox olmuş olur? 34. Aa, doğru da ne? Biraz ola bilsin ki, sizi burada bəzi dostlarımız da hə, cavablardan 34 yazan var, 33 yazan var, 35 yazan var. Sizin üçün biraz hesaplama rahat olsun deyə çətin bir şey qoymamışdım dostlar, sadəcə olaraq.
Yəni biraz çox da yuvarlaşdım. İndi 34,6 yoxsa 34,4. Yəni biraz da o da insafsızlıq olar da. Yox, tələbə tam hesablasın. Bizdə elə şeylər hesablamaq lazımdır. İndi keçirik bax bu hissədə Mərkəzi Bankın 2023-2024 dövrlərinə aid indeksləri verir. Şikayət indeksi nədir? Bağlanan şikayətlərin, bağlanan müqavilələr, bağlanmış şikayətlərin bağlanan müqavilələrə olan sayıdır. Bu da bizdən soruşur ki, qala sığorta açıq səhmdar cəmiyyəti ilə bağlanan ata sığortanın sayından 3 dəfə çoxdur. 3 dəfə çoxdur, 3 dəfə çoxdur. Baxaq görək. Ata sığortanı 100 götürsəydim, 100 nəfər. Çünki bilmirəm də məsələn neçə nəfərdir. Yəni 100 nəfərin şikayət indeksi nə qədərdir? 1,36. Yəni burada hər 100 nəfərdən neçə şikayət edir? 1,36. Amma qalan sığortada adam sayı çox olduğuna görə neçə dəfə? 3 dəfə. Bura onda 100 yox. Neçə nəfər olmalıdır? 300 nəfər. Bunun şikayət indeksini nətər tapıram? Yəni 300 nəfərin 2,52-sini 300-ü vurur 2,52-ə bölərəm 100-ə. Yəni onun şikayət indeksi. Yəni bunun neçə nəfər? 2,52-si. Bu da bərabərdir bizim üçün 7 tam. Yəni 252-ni 3-ə vursaq 756. 7,156. Deyir indi qala sığortanın şikayət indeksi. Digərinin şikayət indeksindən nə qədər? Ataşşatdır. Bizə dəqiqə. Hə, qala sığorta dostum. Hə. Ata sığortadır bu da 1,126. Hə, bu birisini hesablamışam. Hiç aşım. Hə, fikir verməyin dostum. 100'dür bu. Bu eləyir 1,126. Hə, hə, deyirəm da. Hesablamada səhvlik olub. Hə, ata sığortaymış. Onda verilən hissədə deyir bu da şikayət indeksi buna qədər çoxdur. 7,156-nı. Yəni ata şikayət sığorta yox ha, ata. 7,156-da 1,156-ya bölsəydiniz alınır 6. Keçirəm digər. Burada bir sual var. Böyük əksəriyyətiniz heç onu yazmamışsınız. Hı. İndi bax bu hissədə diqqət etsəniz. Deyir Azərbaycan Respublikasının banklar krediti portfelinin göstərən cədvəldən istifadə edin. Ha, bu biraz çətindir. Bu həm də son keçirilən Dövlət Vergi Xidmətinin Naxçıvanının qəbul sualıdır. Dövlət qulluğunun 2024-ün qəbul sualıdır. İkinci sualla bağlı isə, dəyərli dostlar, baxın bu hissədə yazıb 2023-cü ilin 4 ayında bankların istehlak kreditlərinin portfelin artma faizi 2024-cü istehlak krediti bax 6.000 ondur 4-cü ay. Artıq nəyə nəzərən? 5 milyon nəzərən. Götürüb bu 6.000 onu bölürəm 5.000-ə. Bu arada burada milyonlu söhbəti var deyə 100'lük mərtəbəsini silərəm. 6.000 onu götürüb böləcəm 5.000-ə. Vuracam 100'ə. Bu eləyir bunun üçün 100. 20 tam onda 2. Faiz olarak ha. Yəni nə qədər artıqdır bu ondan? 20 tam onda 2. Baha maraqlıdır. Demək bunun artma faizi nə qədər imiş? 4-cü ayında. 20 tam onda 2. Hə, aşağıdakı misalda isə yazır ki, aşağıdakı sualda. Deyin tap görüm verilən misalda. İpoteka kreditlərinin ilk 5 ayda, ilk 5 demir ha 5-ci ay. İlk 5 ay. İlk 5 ay dediyinə görə 31 tam. İlin əvvəlində 3090 idi. İndi olub nə qədər? 3263. O həmin 3263-ü bölürəm 3090-ı. Yəni görək burada artım nə qədər baş verib. Və bunu böldüyümüz zaman da bu da bizdə bərabərdir. 105 tam onda 6 faiz. Yəni bu nə qədər artıb? 5 onda 6. İndi tapın görək. Onun artma faizi bunun artma faizindən neçə dəfə çoxdur? Neçə dəfə çoxdur, nə qədər edir? O 20 tam onda 2-ni də bölərdim 5 tam onda 6-ya. Bu da bərabərdir. 3 tam 1000-də 670. 607. Mən də bunu onda 1-ə qədər. Bax fikir verin. Yazmamışam amma təklik. Onda 1. Naxçıvanın qəbuluna düşən sual bir daha xatırladıram.
3 onda altını da. Yəni onda bir baba mərtəbədir. Altdan sonra gələn ədəd nədir? 0. Bizə B ehtiyac deyil. Yəni neçə eləyir cavab? 3 onda 6. Hə, indi keçirik sizin bir çoxlarınızın ilk dəfə gördüyü, hələ də indiyə qədər heç yerdə olmayan və verilən misalda bir çoxlarınızın tapmalı olduğu dördüncü sual. O gün uşaqlara deyirəm ki, şeydir. Bəs deyirəm bura elə bir sual salmışam ki, dostlar. Bu sualı oxuyub anlayanda elə bilirsən ki, misal anlamısan, sonra misala yanaşsan, baxsan ki, sən demək heç nə anlamamısan. Çünki niyə? Həm sətir, həm də sütun üzrə verilən hissədə sizlərə. Siz bu sualın başqa versiyasını işləmisiniz bu arada. Həqiqətən. Amma çətin bir sualdır. Bu arada bir daha xatırladıram. Burada ilk işiniz, bax, diaqramda hər şeyi yazılır bu arada. Bax, sütun üzrə xam neftin artması, azalması nəyə göstərir? Sətir üzrə bu mənfi, müsbət nəyə göstərir? Deyir, bax, burada sözlə də yaz. Bax, deyir, ixrac olunan təbii qazın dəyərinin xam neftin dəyəri ilə faizlə müqayisəsi. Yəni nə? Təbii qazın neftə olan nə idi bu? Müqayisəsi. Nə baş verib burada? Artma. Yox, üzrə. Təbii qaz neftlə müqayisə neyiniyib? Azalıb. Yəni, bura bu hissə demək azalıbdırsa, bu ədəd nədir? Yazaram 6000. Bu arada bunun son 3 rəqəmini silirəm. Həmişə imtahanında belə eləyirəm. 6,79-u bölərəm 74,4-ə. Kiməsə maraqlı gələ bilər ki, ay müəllim. 74,4 nədir? Yəni azalıb dostlar, yəni bu məndə. Bölürəm, vururam 100-ə. Bu da mənim üçün bərabərdir. 9,12. Yəni xam neftin 2023-cü ilin ilk 5 ay gəlir miqdarı 9,12 milyard. Hə, indi nə varım müəllim? İndi bunu tapmısansa, təbii qazın qabağında baxın plus yazıb. Hə, nətər plus yazıb? Bunu nə edirəm? Dedim kimi dostlar, bu sual ilk dəfədir sizinlə. Dedim kimi bəzi fərqli yanaşmalar etmişəm ki, siz də biləsiniz. Bu sual əslində Dövlət Qulunun son bir neçə imtahan qəbula düşən sualı idi. Amma bunu heç bir yerdə paylaşılmadığı üçün izah olmaz. Fikirləşdim ki, bu günə saxlayayım. Biraz sizin üçün də maraqlı olsun. Bəlkə də növbəti qəbul suallarınızdan biri bu ola bilər. Hə, hamınız hamar ağacı bilirdiniz. Amma bu hamar ağac deyil. İndi 6,79 deyil. Plus 18 tam. 2024-cü ilin göstərisi ilə müqayisədə. Yəni nə? 24-25-ə nəzərən. Götürüm mən bunu da ağarım. Artıb. Bu onun artmış qiyməti. Yəni bura 2024-cüdür. Altdan 179-u vuraram. 18,5% artmaq. Ya 118,5-ə vurub bölürsən 100-ə, ya da 6,179-u siz birbaşa vura bilərdiniz. 1,118-ə. 1,1000-də 185-ə. Belə də vura bilərdiniz. Bu da bizim üçün bərabərdir. Bura alınır. 80,5. Yəni bu hissə yox, ha, dostlar, bağışlayın. Bura yox. Yəni bu hissə 80,5-dir. Yəni 805. Hə. İndi nə edirəm? Digər hissəyə keçid edirəm. Bu arada burada belə bir sual yaranır uşaqlarda. Niyə bunu bölmədik? Deyə. Bu arada dostlar, gör nə yazıb burada? Yazıb 2024-cü ilk 5 ayına aid göstəricilərin 2024-cü ilin göstərici. Bu tapdığımız isə 2023-dür. Bu nədir? 2024. Nə baş verir? 18,5. 18,5 nəyə aiddir? 24-də. Sənin əlində nə var? 23-ün məlumatları. Yəni 24-ü tapmaq üçün 2023-ü nəyə vurmalısan? Tapdığın faizə ki 24 tapasan. Yəni nə barədə faizə? Əgər müsbət alınıbsa, 100-ün üstə gəlib vurasan, mənfi alınsaydı digərlərim. Bu arada dostlar, mən 80 demirəm ha. 8,5-dir. Hə, bəziləriniz üçün biraz maraqlı gələ bilər ki, müəllim niyə bura 80 805? Dostlar, sıfır nəzərə almıram mən burada. O biz də çətinlik çəkmişsə kim deyib ki, ora sıfır nəzərə al? Və yaxud da ki, məsələn, orada bəzi rəqəm yuvarlaqlaşdırın özünüz üçün. İndi bax bu hissədə gəlirəm.
Hə, indi gəldi buranı tapıram. Proses çoxdur, çox uzundur. Neft məsələsi var. Xatırlayırsınız əksəriyyətiniz. Bu odur. İndi burada nə yazıb? 2024-cü ilin o da 1,6-dır mənfi. O 80,5-dir. Götürüb bölərəm. 98,4-ə. Vuraram 100-ə. Çünki orada azalma baş verir. Yəni xam neftin miqdarı azalıb gəlir təbii qaza. Onu hardan bilirsən? Bir daha xatırlam deyə burada dostlar, baxın. Yuxarı cədvəl qazın neft olan nisbətidir. Aşağı cədvəl 24-ün 25 olan nisbətidir. Hı. İndi keçid edirəm digər hissəyə, sizinlə bərabər. Buranı tapdım. Bunun da qiymətini tapmaq üçün. O həmin 80-dən böldüm. Burada alınır 81, 7. 81, 7 niyə 817 yazmış? 8'den %17 olsun. Misal, artıq misal bura qədər yazmışam və bu arada sizlərin əksəriyyətiniz yəqin düşünürsünüz ki, bu nədir belə qatma qarşı? Bəli dostlar, sizə sınağa bunu salmamışdan əvvəl dedim. Dedim sizə elə bir misal ora salacağım sınağa. Yəni misalı oxuyursan, anladığını düşünürsən, amma sən demə anlamamışsan. Bəli, bu o misaldır. Və bu da baxıram bu hissədə. İndi məndən nə isə o deyir, burada nə proses baş verir? Görürsünüz dostlar, azalma gedir. 0. O həmin 9,12, 81,7 olmuyor. 8,17. İstəyirsən arasındakı fərqi götürüb 9,12-yə. Və yaxud da ki, mən həmişə biraz fərqli yanaşa bilirəm və yaxud da ki, olmaya bilər. Kimin ürəyi necə istəyir etsin. 8,17-ni götürüb bölüb 9,17-yə, %12-yə vurardım 100-ə. Bu da təqrib olaraq bərabərdir bizim üçün. 89 tam onda 7 eləyir. Yəni bu onun 89,7 faizidir. 89,8-dir hətta. Sonra sən də burada oturub tapırsan görək. Burada nə qədər azalma baş verir? Əslində çətin deyil. Bu arada bir daha xatırladıram. O həmin 817-ni 912-yə bölsəniz 89,6-sıdır. Hətta daha da biraz rəqəm yuvaraqlaşır. Onda 6-sıdır. O da bərabərdir 10,4% azalır. O da yuvarlaşdı neçə eləyir 10? Bir balaca çətin idi. Haman ağacla bağlı. Bunu bir neçə dəfə də artıq sizlərə göstərirəm. Və həqiqətən sözün əsl mənasında bir çıqqılı çətin misal olsa da artıq o keçmişdə gedişat yolu bəllidir. İnanın, bəzi şeylər var ki, misalı oxuyub anlamaq çətin olur. Amma bu ondan deyil. Bəs nədir? Bax, Hollandiyanın ümumdaxili məhsulunu verib Braziliyanınkindən. İki dəfə azdır. Bu səfər siz həmişə öyrəşmisiniz. Çox deyəcək, çox deyəcək. Lakin bu o deyil. Və verilən misalda da baxıram bu hissəyə. Hollandiyan var, Braziliyan var, bir də var Azərbaycan. Dostlar, bu ümumi daxili məhsuldur, bu da ümumi daxili borcdur. Birincisi Hollandiyanın, yəni bu bərabərdir 2 Hollandiyaya, Braziliya. Braziliyanın ÜDM-si isə Azərbaycandan 30 dəfə böyükdür. Vurulsun 30. Bunu niyə belə yazıram? Sizə açıqlayayım. Qiymət qoyacağım. Nətər? Ən kiçik ədədən ən kiçik ölkə hansıymış? Azərbaycan. Azərbaycana 100 desəydi, məsələn, aylıq dövriyyəsi. Vursaydım 30-a. Bu eləyir nə qədər? 3000. 30 deyib 300 yazıram mən də ora. Hə. Yəni belə çıxır ki, nədir? Dövriyyə 3000. Bu 3000-dirsə, Braziliyada 3000. Yəni 3000 alınır cavab. Bir də 2 nəyə vursam 3000 alaram. Hollandiya 1500-dür. Sonra yazıldı ki, onda Azərbaycan 100-dürsə, onun ÜDB-sini tapıram. ÜDB-sini necə tapım? Birinci edəcəyim şey Azərbaycanın burada diaqramda verilib cədvəldə 21 tamında. 100-ün 21 tamında 8%-ni tapıram. Bölürəm 100-ə. Elə 21 tamında 8-dir. Həmin o 21 tamında 8-i də. Deyir indi Azərbaycanın ümumdaxili borcu Hollandiyanın ümumdaxili borcundan nə qədər azdır? 33%. Yəni 33 dəfə.
O 21,8-i vuracağıq 33-ə. Ki tapaq görək Hollandiyanın ümumdaxili borcu nə qədərdir? 33-ə. Bu da bərabərdir. 71,9. 719,4. Demək Hollandiyanın ümumdaxili borcu 719,4. Hollandiyanın məbləği nə qədər almışdım? Yəni xəyali ədədimdə 1500. Tapaq görək 719,4. 1500-ün hansı hissəsidir? İşte bölürəm. 19,4 bölünsün 1500. İndi bilirəm bəziləriniz üçün 1500 saatdan hamısı. Dostlar, dediyim kimi xəyalət qoydum. Kiminsə riyazi hesaplaması yaxşıdırsa, adam var bilirəm bunu tamamilə fərq eləyib. Aha. İndi neyniyək? Tapdım bunu. Bu da bərabərdir bizdə. 47 tam. Faiz olaraq tapsam vururam 100-ə. Bəzən orada 100-ü unuduram dostlar. 47,9. Ya bunu da yuvarlaqlaşdırsa neçədir? 48%. Bu da son qəbul sualı idi. Hı. Daha sonrasında keçid edirəm digər açıq suallar, bir daha qapalı sualları. Hə, burada dostlar, bir dənə bu sualda bir çıqqılı düzdür. Məntiqlə hamı düz yazıb sualı, amma çətin deyil. Burada idmanla sözü, idmanla məşğul olmaqdır. Burada yatmaq yazmışam. Hə. Bu idmanla məşğul olmaq aslında yazılı bir boz hissədir. Hə. Rəng olaraq burada yoxdur həmin hissə. Gərək bir-bir tapasan. Ki bunlar nədir? Bu gördüyünüz sual da Dövlət Vergi Xidmətinin Naxçıvanının qəbuluna düşən sualdır. Burada aramızda Naxçıvan qəbulunda iştirak edən dostlarımız var. Oradakı sualda dedim ki, Naxçıvan 2025-ci ilin qəbul suallarını da sizlərə izah edəcəm bu arada. Kitabda bunun müxtəlif versiyaları var. Mən sadəcə olaraq deyirik, hər bir respondentin birinci qrupla ikinci qrupda birləşməsini tapın və deyir hesablayın görək bura neçə edir. Televizor izləməklə idmanla biri 192-dir. Burada tək rəqəm olduğuna görə heç vaxt götürəcəyin ədədlər 150 ola bilməz, 120 ola. Yəni nə? Yuvarlaq ədəddir. 100, 200, 300, 400. Bəlkə də ola bilsin aramızda kimlərsə bunu tapıb, bəlkə də kimlərsə tapmayıb. Cavab 500-dür, bəli burada. A bəndidir. 7 var, 21, 28, 40. Bu iki hissə isə 73. Onda bura qalıb 27%. Bu 27-dir. İdman etmə hissəsi də buradadır 12. Demək hansı ədədin 39 faizi ilə x bir ədədin. Bu hissəni də tapsam, bu bir hissə isə məndə 70 olur. Bunun qırmızı hissəsi. 13, 38 dostlar üzr istəyirəm, bağışlayın. Hə. Option 38 edilmiş. Bura 26 değil. Mən də şey yazmışam biraz. Hə, 38-dir. Hə, yox, ikinci 38-dir. Hə, bura 39-dur. Hə, hə, ikinci 38-dir. İkinci isə 39-dur dostlar. 38 daha doğrusu. Hans Thread'in 39 faizi ilə 38 faizini bir-birindən fərqli olmaq şərtinə deyirik ən azı bu iki qrupda. Götürüb yazasın. Bunu bəlkə də bir neçə dəfə sizinlə bərabər yazmışıq. Bu arada burada da götürüb siz bunu rahatlıqla tapa bilərdiniz. 13, 17, lap 30, 45. Burada olur bizdə 75. Burada deyil 25. Bəs yaxşı müəllim, mən bunu nətər eləyim? 39 faizi ilə. Onda burada misala siz diqqət etsəz, tələsmirəm. Qrup 1 və qrup 2. 192 deməyib. Burada minimum mədəddən başlayır. 150 olmazdı heç ümumiyyətlə. 500, 400, 300, 500 nəfər götürüb. Bunu bölərdim 2 ilə. Verilən misalda. Hə, qrup 1-də idman da yoxdur hətta. Hə. Hə. Misalın bu hissəsində davam eləyək. Bəzi uşaqlar orada bildirmişdilər ki, nəsə səhvlik var. Mən də baxıram ki, bayaqdan nədir. Sən demə, heç bir şeydə problem yoxdur. O ki, qalsın bir daha. Burada da görsədim, dostlar. Bu verilən misalda.
25 ilə 13-ü topladım. Çünki məndən idmandan televizor soruşur. Burada da idmandan televizor soruşur. 39 faizi ilə hansısa bir ədədin. Hansısa bir ədədin 38 faizini toplayıb 500. Daha doğrusu 500 də yazmışam. Bura qalıb burada. Neçə almalıyım? 192. İndi bəs mən neyniyim? Gəl baxaq da bəs mən neynimin yolu nədir? Ya oturub bir-bir. Riyazi bir misal quracaqdım burada. 192 də elə bir ədəddir ki, siz fikir verin. Nisbət olaraq 39-un nəyəsə vurulması ilə, yəni 39x, mən ne deyirəm 39x, birbaşa 100-ə bölürəm. Çünki ədəd yüzlükmə üstə gələk. 38x bərabərdir 192. Məsələn, y daha doğrusu. X yox y. Çünki bunların sayı fərqli. Orada yazmayı var qrupdakı adam sayları. Özə çünki sən 39-dan 38-i toplasaydın 77 almır. 192 bir şey deyə bölünmür. Deyəsən ki, söhbət eyni ədəddən getmir bu arada. Bəs mən nə qarım? Ən yaxşı variantda, əziz dostlar, bu misal üçün. Gətirim qəşəng. Məsələn, 150-ni bayaq dedim, niyə görə seçməyin? 150 götürsəydim, buradakı variantlarda fikir verin. 7% var, tək ədədlər var, 19% var və ədəd elə olmalıdır. Küçük ədəd olmalıdır. Birinci tək ola bilməz. İkisi bir yerdə. Plus əlavə olaraq bizdə. Digər hissədə. Bax, 500-ü götürüm ki, misal daha aydın başa düşəsiniz. Məsələn, götürüb buna verərdim 100 nəfər. Birinci qrupa. İkinci qrupa 400. 100 nəfərdirsə, 100 nəfərin 39 faizi ilə 39 üstə gələk. 38, 400-ün də 38 faizi. 38-i vursam 400-ə. Neçə eləyir bu da bizim üçün? 100, 38, 4, 152. O da bərabərdir. Baxıram neçə alınır burada? 191. İndi siz də istərsiniz fikirləşsiniz, 192-yə yaxındır. O deyil. Demək, rəqəm burada problem var. İndi nə ağarım? 400 o deyil. Çal, yerlərini dəyişəcəm rəqəmləri. Ya 400-ü buna verib, 100-ü buna verəcəm. Və ya da ki, 200-dən 300. 400 bunu, 100 bunu. Həm də alınan ədəd cütdür deyə. 39-u vuracağım ədəd necə bir ədəd olmalıdır? Cüt ədəd ki, toplaya bilin. 39-u yenə 4-ə vursam, bizim üçün bərabərdir 156-ya. 38-i də, yəni 100-ün də 38 faizi 38. Bu da olunmur ki. Toplayanda 194. Axı məndə 192 deyil. Misal səhvdir. Misal səhv edirsən 502 ilə parçaladığına görə birində 400 alınır. Gəlin bir də rəqəmlərini dəyişək. 39-un 200 faizi ilə. Yəni 200 adam burada olsun, 300 adam da. 39-u elə bir 2-yə vursan, elə 78. 38-i də 3-ə vursam, bu deyir 114. İkisini bir də toplasam, 3-ə vursam da nə? Yəni 300-ün 38 faizini tapıram. Elə 192. Hə, maraqlıdır. Əslində siz bu sualı bir neçə dəfə eləmişsiniz fərqli-fərqli misallarda. Hər dəfəsində dəyişir. Əsas mahiyyət bilirsiniz nədir? Mən də bilirəm, elə vaxt da gedir, zaman da gedir. Mən bunu təninlə eləmək istəyirəm. Bu yılda sən tənin yazdım, baş sarıram. Bax, riyazi olaraq ki, niyə 2-yə vurmalısan, niyə 13 götürməlisən, niyə verilən misalda o 7% olduğuna görə mərtəbələrin sənin 100 olmalıdır. Niyə 120 olmalı? Çünki 120-nin 7%-i 84 edir. Responent yəni adamdır, insandır. İnsan nə vaxtdan natamam götürülür? Yaxşı, keçid edirik 7-ci suala. Bilirəm, bu sınaq biraz çətindir. Həm də mən bunu canlı formada da edirəm deyə. Uşaqlar üçün də biraz yorucu olur suallar. Keçirik nəyə? Digər bir misala. Hə. Yenə yüksəliş müsabiqəsinin qəbul suallarından, incilərdən biridir. Sözün əsl mənasında siz bunu. Demək, ilk işim nədir? Misal oxuyub başa düşsəz, deyir dostlar, dünya ölkələrinin birlikdə ümumdaxili məhsulun həcmini 2007-dən 2014-ə qədər illər arasındakı orta illik artımının hansı ardıcıl? Orta illik artımı nədir? Bax, 50, başlanğıcı 58 min, 5339'dur. Burada nə olur? Trilyon manatla. Dostlar, bu arada bu trilyon ABŞ dollarıdır. Kiçik bir məbləğ kimi yanaşırıq buna, amma sözdə amma böyük məbləğlərdə. İşte bu ikisinin arasındakı fərqi tapın, bölüm 8-ə. Niyə? Ortalama artmanı tapacağım. 79
81. İstəsəz bunlara bir sıfır da artırın ki, misalda sizin üçün bir yorucu olmasın. Yəni biraz böyük, məsələn, bütövrdə də alınsın. Çıxardım həmin o 5839-u birinci ortalamasını tapıram. Bölürəm 8-ə. Niyə 8-ə? 7-dən 2014-ə, 2007-nin özü də daxildir, 2014-ün özüdür. Böldüm 8-ə bərabər. Üzr istəmir, daha doğrusu 7-yə. 1, 2, 3, 4, 5, 6, 7. 7 il ərzində artım. Bu da eləyir məndə 3060. Demək bunun ortalama artma tempi 3060-dır. Hə, indi məsələ nədir? Bu arada 3060-ı tapandan sonra test edirik. Bunların illər arasında olan artımına. İllər arasındakı olan artımı nədir? Bax, 58-39 artı olub 64-15. Bir-bir arasındakı fərqləri tapasınız. Düzdür, misallar, rəqəmlər o qədər çox böyük deyil deyə. Bəlkə də siz bunu rahatlıqla tapardınız. Heç burada bu arada belə bir şey deyim sizə. Burada azalma baş verib deyə. Heç əgər cavabda 2010, 2009 varsa mənlik deyil. Ortalamanı buradan 3060, 3060'ı yazım. Rəqəm dursun burada. Çünki testin digər variantları düşür bura. 3060. Bu ikisinin arasındakı fərq arasında 5760'dır. Mənə ən yaxın olan sorusur. Burada azalma baş verir. 3340'dır. Adam istər-istəməz götürmək istəyir 2008, 2019. Burada azalma baş verir. Bu isə məndə artıma daha yaxın olanları soruşur. Hə, maraqlıdır. Hə, yəqin 8-ə bölmək fərqi yoxdur. Yəni ortalamasını tapdıq dostlar bayaqçı misalda. Hı. Baxıram bu hissədə ən yaxın olan hissəsi hansıdır? Bir dənə son rəqəmi tapım dostlar. Biraz 2012, 2010 bunların arası daha yaxındır. Bu 2000, 2200 demeyeyim mi buna? 223'tü. Buna bir dənə sıfır atsam. Bunun arasındakı fərq 223'tür. Bunda iki sıfırını atım 306'dır. Bu ikisinin arasındakı fərq isə 211. Ən yaxın olan budur. 223. Qalan hamısının rəqəmləri çox böyük. Bu da hansı illərdir? 12, 13. A bənd. Sınaqda ən çox sorulan sual da bilirsiniz nə idi? 8. Niyə 8-i soruşmuşlar? Bu arada deyim. Aha. Verilən misalda yazmışam. 45,49,6% artıb olub 1,3 milyard. İndi məsələ nədir? Mütləq doğrunu səndən soruşur. 2023-cü ilin qəbul sualına baxım, oradan inanmam düzəldim. Amma mən biraz dediyim kimi sualda bir çıqqılı oynamışam ki, siz də bunu edərkən şeydir. Burada əslində bəli deyibəndir. Niyə? Burada da ikisində ədəd verilib deyə müqayisə aparmaq olar ədədlərlə bağlı. Problem yoxdur. Bir tam %3, 700, amma kimya sənayesinin də heç bir şey verilməyib deyə. Yəni nə qədər artıb? Bilmirsən neçə milyondur, neçə milyarddır. Deyir 2025-ci ilin yanvar-oktyabr ayında ixrac olunan şirkətlərin dəyəri həmin dövr ixrac olunan 2 dəfə çoxdur. Şəkərin dəyəri deyir aqrar məhsullardan. Özdə bu arada ha 2025-ci ilin yanvar-oktyabr nə qədər çoxdur? 2 dəfə çox olmuşdur. Baxın görək dostlar. Aqrar məhsuldan 2 dəfə çox olub şəkərin miqdarı yox. B də səhvdir. Yazı və ixrac dəyəri ən çox olanı müəyyən etmək mümkündür. Xeyr, mümkün deyil. Nə üçün? Çünki kimya sənayesi məhsullarının qiyməti bilinmir. Hə, amma deyibəndi. Deyir yanvar ixrac olunan aqrar məhsullarının dəyəri öncəki ilə ona görə 160 milyon. Aqrar məhsulu nə qədər olur? 796,7. Bunu bölərdim. 27% artıqsa 127,5-ə. Bu da məndə bərabərdir. Bundan 166 milyon azaldı. Alınır 630 milyon. Həqiqətən arasındakı fərq nə qədər? Özü yazılmayıb orada yazmamışam daha doğrusu orada təqribən. 166 yazıyorum təqribən. 160 neçə tam onda alınır? O da 166 milyon. Qalan A'dır, B'dir, C'dir. Yəni sınaqda ən çox nəzarətçilərin gəlib məndən soruşduğu.
Tələbələrin ən çox şeylədir. Görəsən burada nəsə düşməyib. Buyurun, sən demə o nəsə biz özümüz salmamışıq ora. İndi keçək indi yarısıya. 9-cu sualla bağlı. Yenə 2023-cü ilin qəbul sualını izah eləmişdim bunu sizin baxmağınız üçün. 2023-cü ilin Dövlət Vergi Xidmətinin qəbuluna düşən sual tipidir. Sadəcə olaraq bəzi rəsmi rəqəmlərdən istifadə etmişəm Azərbaycanın ixrac və idxal dəyərləri ilə bağlı. Hə, bu biraz adamı yoran idi açığı. Çünki faizlər də bir-birinə yaxın idi. Amma mən yenə də statistik baxdım orada həqiqətən. Bir çoxunuz yaxşı da yazmısınız, halal olsun. Və bu sınaqda da yenə göndəriləm. Və bu sualın cavabları da bu sual özü açıq sual düşmüşdü. Mən də insaflı davranıb bunu sizə qapalı sual kimi vermişəm. İndi baxıram görüm neçədir. 51 tam deyil. Özü də bu arada. Yenə burada elə bir 51.339-u artım deyil, bölürəm 134 tam onda 5-i. Vururam 100-ə. Bərabərdir. Burada alınır mənim üçün 3000, 38117. Təqrib olaraq deyirəm ha. Müəllim, indi bu misalda neçə dənə rəqəm silin? Bax, məsələn, bayaqçında 3 dənəsini silmişdim. Ya bunda sənin ixtiyarın yoxdur. Burada silsən, uzağı birini silərsən. Niyə? 100 minlik mərtəbəsi. Çünki burada milyard manatdır. Artıq daha doğrusu üzrə milyon manat, milyard manatdır. Hə, bəs müəllim, çünki niyə? Burada üçüncü silsən artıq. Misala tamamilə təsir edir, yox faiz. Çünki burada olan 0.3 51'in. Hardasa 0.da neçə faizidir? 0.4, 0.5, bət 0.6. Ha, görürsünüz, amma burada fikir verin, rəqəmlər də bir-birinə çox yaxın. Ona görə biri balacacana şey edirsiniz. Aldım bunu. Keçirəm növbət ikincisiyə. Bu 5000-ə də bölürəm. Mənfi verdiyinə görə. 5694-də bölürəm. 194 tam onda 8 faizini tapıram. Bölürəm 100. Hansı dedim? 94 tam onda 8 faizini. Bu da eləyir 60.060. Şimdi bu ikisinin arasındaki fərqi tapardım. Ki bu hissəni tapdım. Görün bura nə qədər? 32.057. Görürsünüz burada plus işarəsi var. Yəni buna var və artıq. Ya istəsəz bunların arasındakı fərqi tapın. Bölün buna. Ya da birbaşa 45.645'i bölüb 32.057'yə vurardım 100-ə. Rəqəmlər həqiqətən də hal-hazırda baxdığınız zaman çox xaotik gəlir. Və burada tamamilə məhv edici suallardan biridir bu. İmtahanda görəsən belə düşəcək. İmtahanda bundan da betərlər ola bilər. İndiyə qədər olub. Mən 2022-də, 23-də qəbullarını paylaşmışam ilk dəfə olaraq. Onlara baxın, özünüz bir müzakirə aparın. Görün nədir? Bu da ilə bərabərdir məndə. 40, 142 tam, onda 4-ə. Hə. 142 tam onda 4 olduğuna görə nə qədər edir? 42. İndi mən son rəqəmlərini yazmadım. 4 gəldiyinə görə. 42%. Cəbənd. Əgər hesablamaya bilməyənlər varsa, həqiqətən bilirəm çətindir. Rəqəmlər də bir-birinə çox yaxındır. Amma reallıq belədir də. Yəni imtahanda gözünün yaşına baxmayacaqlar. Yox, nəsə çətinlik var. Mən deməzdim çətinlik. Keçirəm növbəti bir suala. Və bayaqçı misalda bu arada belə bir şey deyim. Çox maraqlı bir sual verilib. 142 tam onda 5 olsa nə edəcəkdim? 43. Müəllim 43 hardan alırsan? Dostlar, bu aldığım ədəd 100-dən çoxsa 100-ün özünü çıxıram. Yəni məndə 100-dən çıx 100-dən topla 42 onda 5. Hə, qeyd edirəm digər, yenə statistik məlumatlar vermişəm. Dostlar sizə bu Dövlət Vergi Xidmətinin rəsmi imtahan verənlərin nəticəsidir. Bunu da bura yazmışam ki, sizlər daha rahat yazasınız. Yəni özünüz də görəsiniz ki, 2017-dən bəri neçə dənə imtahan keçirilib. Mən necə götürəcəm bunu? Hələ təqrib olaraq bu hissəni götürürəm 6.4. Yəni 6400 adamdır burada. Bura nə qədər olsun? Olsun 1.8. Bura olsun 5000. Bura olsun 1.9. Aha müəllim. Sonra bura olsun 3. Bura olsun 3000.
400, yəni 3,4, 3. Bu 3,4 nədir? Yəni dostlar, adam sayı yazmır ama bu arada. Təqrib olaraq tapdım. İndi məsələ nədir? Burada bəziləriniz bəlkə də bir şeyi nəzərə almamışsınız. O şey bilirsiniz nədir? Nə? 2020-ci ildə heç nə yoxdur. 2020-ci ildə bəli, imtahan keçirilmir. Pandemiya ilə bağlı. İndi 2017 və 2023-cü illər ərzində imtahanda iştirak edənlərin adam sayı 2000 nəfərdən az olub. 20 min nəfərdən az olub. Ortalama olaraq hamısını toplasaz 6,4, 1,8, eləyir 8,2. Üstə gəlinsin 5, yəni 13,2. Üstə gəlsin 1,9, 15,2. Üstəlik 7 gələndə, bu hardasa 22.200 adam eləyir təqrib olaraq. Dedim kimi, yəni hesablama təqribi aparılıb. Hə, belə deyin, bəli. Buranı 5 yazma elə qalsın. Demək 22.200-dür. Birinci sual niyə səhvdir? Yəni orada da var. Bura yazın qalsın 22.200. 100 aşağı, yəni 200 aşağı, 200 yuxarı götürə bilərsiz qiymət. Səhvdir. Bir ona əlvida çağ. Sonra keçirəm nəyə? İkinci sual. Deyir 7 il ərzində, son 7 il ərzində. İşte bunu deyir götür böl 7-yə. Götürüb 7-yə bölsəm dostlar, bu məndə nə qədər eləyir? 3000 nə qədərsin? Bu da yəni 3000 nə qədər eləyir? 3100 neçəsə tutalım. 3002, 3003, 3200 nə qədərsin? Ortalaması 200, 2800 nəfərdən nə çoxdur? 2 doğrudur. A da getdi. Ya buradan 4 səhv çıxartmalıyam, ya da digərini. Deyir diaqramda ardıcıl 2 il arasında olan tələbələrin sayı digəri ilə müqayisədə təqribən 2 dəfə çox olur. Baxın görüm ardı öz söhbət nədən gedir ha? Ardıcıl 2 ildən. Heç birisində elə bir şey yox. Adam istəsəməz biraz bir gözü 5000-dən buna sataşır ki. Heç orada yəni 2 tam onda neçə dəfədən çoxdur. 3 onda 4, 1 onda 9-dan 2 dəfə deyir. Xəttin uzunluğuna görə təyin eləmiyorlar da bu arada. Elə bir şey var burada? Yox. 4 də səhvdir. Qalır 2 ilə 5. Bəs burada nə yazılır? Deyir ki, 2017-ci il imtahanda iştirak etmiş tələbələr 7 il ərzində imtahanda iştirak etmiş tələbələrin təqribən 30%-ni təşkil edir. 2017-ci ildə say götürmüsünüz 1 tam. Onda 8 yəni 1800 nəfər. Deyir, iştirak etmiş 7 il ərzində iştirak etmiş tələbələrin təqribən 30%-ni təşkil etmişdi. 22.200-ün 30%-ni. Yəqin ki, burada bir dəqiqə. Hə, 2017-də, 2017 6400 dostlar. Mən də şey baxıram, deyirəm 1800 olmaz, hə. Hə, 6422 min nə qədər? Təqribən 30%-dən yaxın. 28 tam onda neçə? Cavab 2 ilə 5 idi. Maraqlı bir sual idi bunu. Yenə e, özümün digər tərtib etdiyim rəsmi məlumatlar əsasında olan digər bir rəqəm sualıdır. Yəni mən istəmədim də siz burada sınaq edərkən bəzi şeyləri. Sırf hamının paylaşdığı, heç aslında paylaşanda yoxdur. Yəni hər yerdə olan şeydən, istifadə edilən şeydən görməyəsiniz. Biraz fərqli olsun. Həm sizin üçün, həm bizim üçün. Məsələ budur. İndi bu hissədə siz baxsanız, yazıb hər bir şey verib. Deyir 47 milyard manatdır, 612. Bu da ondan nə qədərdirsə. Bəziləri yenə də burada da bəzi şeylər var. Soruşulmuşdu ki bu XX nədir? Heç nə rəqəm də yəni taf arasındakı. 47 milyard 47 tam onda 612'dan. Bunu çıxardım. Həmin hissənin rəqəmi mənim üçün etmiş olur. 21 min 058. Sonra burada da verib 51 milyarddır. Və Azərbaycanın deyir yenə ixrac etdiyi 33.980'dir. Mən ixrac etdiyini soruşur. Məndən isə 2023'də idxalından 2024'ün idxalının arasındakını soruşur. Yenə bu 51 milyard 183 milyondan çıxardım buradakı rəqəmi ki, tapım. Nə qədər idxal var? 2024-cü ildəki idxal isə 17 milyard 281'dir. Deyir bu buna nəzərən necə dəyişir? 2024 tapdığım rəqəm 2023, 24-cü il idxal gibi 2023'dür bu. Azalma baş verir. Nə?
281'i bölerdim 21.058'e. Vurardım 100'e. Bu da beraberdir. 285'ti bu. Ola bilər. Rəqəmdə bir çıxır, yanlışlıq ola bilər. Önəm daşımı. Bu edir bunu 82%. Yəni 12% nə baş verib? 18% azalma. 18%-in təşkil etmir. 82%-in arasındakı fərq 7.000 eləmir. Yəni nə qalır? Bəli. Keçirik növbəti bir suala. Bütün sualların hamısı çətin olmayacaq da. Yenə sizinlə bərabər. 12-ci sual 2022-ci ilin Dövlət Vergi Xidmətinin qəbul sualında tipi idi. Bunu bir neçə gün əvvəl izah etmişdim. Dedim qoy bir balacacana da siz də yazın. Bəs müəllim mən neyniyim? 2024-dən 2023-cü ildə ayrılmış investisiyaların ümumi miqdarı deyir tapın görək hansında göstəricisi 1,5 dəfə artıbsa, investisiyanın analoji göstəricisi dəyişməmişdir. 2023 2024-dən nisbətən neyiniyib? 2024 artıb. 2023-cü ili götürsəydim 100, 2024 mənim üçün 150-dir. Çünki 1,5 dəfə artığıdır. 1,5 dəfə artıq olmaq 50% artıq deməkdir. Bəs sonra nə edeyim mənim? Üç də rəqəmləri top. Bax gör hansı artıb. 100-ün 24% 24-dür dostlar. Buradan məsələn tapsaq. 150-nin 16% isə o da mənim üçün 24-dür. Yəni 16% hissəsi. Burada nə baş verib digər hissələrdə? Dəyiş. E, o belə tapırmışıq, bəli. Və hətta ki verilən, yəni 35 deyil. 35-i 1,5 dəfə artırsaydı. Arasındakı fərq. Burada amma bir iş var da. Artırıb yazardım ona. 24-ün özün 1,5 dəfə kiçiyini götürə bilərsiniz. Çünki artanda qiymət dəyişməz. Hı hı. Keçən digər hissəyə. 13-cü misal. Bəlkə də ən çox soruşulacaq misal da budur. 2023-cü ildə Mərkəzi Bank İdarə Heyətinin verib iclaslarını verib və bizdən nəyi soruşur? Şu, kommunikasiya forması haqqında məlumatda əvvəlkindən orta hesabla neçə gündən bir iclas keçirilir? İşte görürsən bura. 29 yanvar istisna olmaqlandı bu arada. Gəlin görək necə də bilərik. Bax bu hissədə deyir yanvar ayı istisna. Yəni sən saymırsan da yanvarı, dekabrdan bura gələn. Başladıq bu hissəni yazmağa gözəlcəsinə. 2020 bir dəqiqə dostlar. Hə, dəyərli dostlarım. Siz niyə orada bəyatdan yazmışdınız ki, fevralı nəzərə almırıq? Hə, yox, Orxan elə dostdur. Onun qısa versiyası elədir. Mən prosta ki, uzun uzadı hesablamağı düşünürdüm. Birincisi dostlar. Hamısını, bütün günlərin hamısına, bütün. Ben indi bir də dostlar, belə bir şey də deyim sizə. 29 yanvar yazı var burada. Sual mən izah eləmişəm, bəlkə də bir neçə il bundan əvvəl. Şeydə, YouTube'da da var. Yəni siz onu edəsiniz deyə. Sadəcə olaraq həqiqətən, misal bir balazacana çətindir. Bu sualda da bayaq dediyim kimi bu 29'u çıxdıq dostlar. Dedi axı oranı nəzərə alma. O 365'ten çıxdı mı 29'u? Bir də üzərindən keçirəm ki misalın daha rahat olsun. 21 dediyinə görə 365 yazdım. Sonra çıxıram 17 dekabr deyə. Buradan o tərəfə neçə gün qalır? 14 gün 31-nə görə. Sonra da bunu bölürəm. Orada şərtdə yaz. 29'u nəzərə alma. Neçə dəfə keçirilir tədbir? 7-yə böl. Bərabərdir 46.
Sonra keçirəm 14-cü suala. Yenə rahat bir sual idi. Deyir, təbii mənbələrdən götürən suyun həcminə görə əvvəlki ilə müqayisədə hansı hissədə deyir 2%-dən çox fərqlənən illəri seç. Yəqin ki, əksəriyyətiniz bunu yazmışsınız. Bu misal da burada tapmanın ən gözəl yolu. Plus minus ortalamasın və ya da ki, ortalamasını yoxsa biri o birisindən nə qədər 2%-dən az olmaq o deməkdir ki, hamısı görürsünüz 12 minin civarındadır. 12 min, 13 min, 2%-dən çox fərqlənənlər istəyirlər sizdən bu arada. Daha az olanları yox. Buradan variantları seçə bilərsiniz. Bunu sərbəst misal üçün buraxıram. Burada. Özünüz bir tapın, yazın. Variant olur. Variant hissəsi də burada. Aşağıda deyəsən var. Görürüm hə. Yəqin yazmısınız. Variantlarınızı yazarsınız oradan. Videonun altından da. Baxarıq görək kim bunu düz yazır. Bir də burada 15-ci sual. İstəyirəm digər hissə ilə bağlı sizə məlumat verim. Bir dənə bu 15-də deyim. Bax, deyirik, alimlərin gəlirlərinin 12%-i, alimlər yazmışam, ailənin gəlirlərinin 12%-dir. 4%-i atanın, 4% ananın, 80% oğlanın payına düşür. Deyir, əgər oğlan, məsələn, ailənin gəlirləri 100 manatdır. Özüm üçün götürürəm. 100 manat pul olsun. Bunun 80 manatı oğlanın payına düşür. Və deyir, 80-in özü 75% azalıb. 75% azalanda, yəni 80-in qalır mənim əlimdə, çıxardım 80-dən, 80-in 75%-ini. Bölərdim 100-ə. Yəni ailənin gəlir payı artıq dəyişir. Yəni oğlan əvvəl 80 manat qazansın, nə qədər qazanır? 20 manat. Amma bayaq 100-ün 4%-i 4 buydu, 4 budur, 12 də bu. İndi yeni bir diaqram alınır, nə? 40-la. Yəni artıq 40 mənim üçün 100 var. Ailədə onda oğlanın gəlir payı nəyə düşür? 50%. Yəni 20 artıq bu 40-ın neçə faizidir? 50%. 10 40-ın neçə faizidir? 4%. 4%. Cavab cibən. Rahat bir misal idi bu arada. Bir də əziz dostlarım, burada da abstrakt hissə də var. Bunu da izah edəcəm yəqin ki, sabahlarım. Hər biriniz üçün, izləməyiniz üçün. Burada maraqlı həm son keçirilən qəbul səviyyəli suallar da vardı. Naxçıvanın suallarından da istifadə eləmişik bir neçəsindən. İnanıram ki, bu sınaq hamınız üçün yaxşı keçir. Bir çoxları üçün biraz çətin idi, amma yenə də xeyirlisi olsun deyək.